Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu video adi bir çəkiliş deyil. Bugün burada çox şəxsi, çox dəyərli bir səbəblə kameranı açmışam. Bu videoda gördüyünüz insanlar mənim valideynlərimdir. Bu mənim anamdır, bu mənim atamdır. Salamlayırsınız? Salam. Salam. Baxan hər kəsə salamlar olsun. Onlar təkcə mənim valideynlərim yox, mənim həyatımın dayaqları, uşaqlarımın nənə babasıdır. Onların səsi, baxışı, susaraq dedikləri belə mənim üçün dəyər daşıyır. Bu videonu çəkməkdə əsas məqsədim izləyiciyə nəyisə sübut eləmək deyil. Bu video mənim üçündür, gələcəyimiz üçündür, uşaqlarımın böyüyəndə bu videonu izləməyi üçündür. Və istəyirəm ki, bu videoda sizə bir neçə suallar verim. Hansınızdan başlayayım? Ata səndən başlayayım, yoxsa ana səndən başlayayım? Nə məsləhət? Deməli belə, onda ikinizə birlikdə verəcək suallarla başlayayım. Sonra başlayaq, tək-tək suallar verəcəm sizə. Deməli, hansınızı istəsəz cavablayarsınız. Birlikdə keçirdiyiniz illərə baxanda biz bunu bacardığınız dediyiniz an var? Əlbəttə var. Və hansıdır? Birlikdə çox çətinliklərdən keçmişik. Birlikdə həyatın enişli, yoxuşlu yollarını atlamışıq. Uşaqlar böyütmüşük, ali təhsillər alıb balalarımız. Nəvələrimiz var, əlhəmdülillah. O hamısı gözəl xatırlanası bir işlər, həyat təcrübəsidir. Ata, sualımı sənə verirəm. Ailə olaraq sizi bugünə gətirən ən böyük dəyər nə olub? Yaxşı yaşamaq. Allah can sağlığı versin. Bir gün balaların bu videoya baxanda onlara Elçinə, Ömərə, Enesə nə demək istəyirsiniz? Bir gün gələcəkdə onlar böyüyüblər və bu videoya baxırlar. Buradan onlara nə demək istəyirsiniz? Demək istəyirəm ki, bizim ailəmizdən nümunə götürün. Biz heç zaman mübahisə etməmişik. Azımız olub, az işlətmişik, çox olub, çox işlətmişik. Səmimiyyətimiz hər zaman olub. Ailədə, yoldaş arasında həmişə səmimiyyət olmağını arzulayıram. Ata, sualımı sənə verirəm. Səncə ailəni uzun illər ayaqda saxlayan ən əsas dəyər nədir? Həddindən artıq istəkli olmaq. Çətin anlarınızda sizi bir-birinizə bağlayan nə olub? Bir-birimizə qarşı münasibətimizin yaxşı olması, bir-birimizə səbirli olmağımız, bunlar hamısı ailə dəyərləridir. Qarşılıqlı güzəştlər ailə dəyəridir. Tamam. İndi ana, səndən başlayım suallara. Buyur. Özünü təqdim elə. Mənə elə gəlir sadəcə ad deməyin kifayətdir, soyada ehtiyac yoxdur. Mən Sənəmin anası Səlmazam. Ana olmaq sənin üçün sözlə nə deməkdir? Hansı sözlə ana olmağı ifadə edə bilərsən mənə? Ana o qədər böyük, məfhumdur ki, onu xırdalamaq çətin olur. Təmənnası sevgi əsasında sevirsən balanı. O yatmayanda yata bilmirsən. Onun haqqında nigarançılıq çəkirsən həmişə. Bir sevinçli günlərin onda istəyirsən ki, balan da yanında olmuş olsun. Bizim uşaqlığımızda səni ən çox sevindirən nə olub? Ən çox sevindirən xatirə hansı olub? Balalarımın hər bir xatirəsi, ilk danışdığı sözlər, ayaq açıb yeridiyi anlar, hər bir hərəkətləri mənim üçün böyük bir xatirədir. Övladlarımın yaşı 30-dan yuxarıdır, amma mən onların 1 yaşında, 3 yaşında, 5 yaşında, orta məktəbdə oxuyanda, universitet təhsili alanda nələr etdikləri hamısı kinolenti kimi gözümün qarşısında. Əziyyətini halal elə. Mənim və qardaşım böyüməyində, həmçinin bütün övladlarının böyüməyində ən çox özündən nədən keçmisən? Hər şeydən keçmişəm özümdən. Yuxusuz gecələr keçirtmişəm. Balalarımı istəməmişəm əziyyət çəksinlər. Nə istəyiblərsə, gücüm çatandan da artıq şəkildə çalışmışam ki, yarada bilim onlar üçün. Zaman geri qayıtsa, ana kimi yenə eyni yolu keçərdin? Əlbəttə. Zaman geri qayıtsa, istəyərdim ki, yenə övladlarım həmin Həsənim olsun, Sənəmim olsun. Allah can sağlığı versin ana. Mənə demədiyin, içində saxladığın hansısa bir ana duası var və mənə və qardaşıma demədiyin? Mənim günün 24 saatında nə vaxt gözüm açıq olarsa, balalarımın hər ikisi üçün eyni duanı edirəm.
oğlum gəlinim də, qızım kürəkənim də xoşbəxt olsun həmişə. Xoşbəxt balalar sahibi olsunlar. Balalarının xoşbəxt günlərini görsünlər. Mənə bir şey də maraqlıdır. Mənim üçün gizlincə etdiyin, amma heç vaxt onu bilmədiyim bir şey varmı? Həmişə arzulamışam ki, Allahım, sən mənim balalarımı şeytanın vəsvəsəsindən uzaq elə. İtaətində saxla, ibadətlərini qəbul elə. Ən böyük duam odur. Allah həmd olsun, 3 oğul anasıyam. Mən də ana olaraq nə görmək istəmisən? Görmək istədiklərimin hamısını görmüşəm. Qarğıkeş anasan, balaların üçün özünü həsr eləyən anasan. Yaxşı, bizə baxanda öz gəncliyini xatırlayırsan? Ana sənə heyran, sən görkəmində də, xasiyyətində də, uşaqlarına məhəbbətində də, yoldaşına etdiyin qayğıda da mənim gəncliyimi məni xatırladırsan hər zaman. Çox sağ ol ona görə. Yaxşı, bəs bir gün mən darıxanda bu videonu açsam, mənə nə demək istəyərsən? Deyərdim, darıxma, həyat bu belə. Səncə ana sevgisi niyə heç vaxt azalmır? Çünki Allahdan sonra çağırılan ilk varlıq anadır. Fəda olduğum həmin hissləri ananın qəlbinə qoyur. Bugün ürəyindən gələn bir cümlə dedisəm, sözün nə olar bizə? Həyatınız gözəl keçsin. Ahirətiniz də gözəl olsun. Amin. Təşəkkür edirəm suallarımızı cavablandırdığın üçün ana. İndi suallarım atamadır. Ata olmaq sənin üçün nə deməkdir? Ata olmaq çox məsuliyyətli bir işdir. Elə hərəkət eləyəsən ki, ata adını həmişə doğrulasan. Mən buna çalışmışam. Ata kimi ən çox hansı zamanlarda güclü görünməyə çalışmısan? Demək, olar ki, hər bir vaxt, hər bir devirdə çalışmışam ki, belə olum. Yaxşı, bəs elə vaxt olub ki, özünü tək hiss eləmisən? Yox, belə hiss eləmək düzgün deyil. Ona görə də eləməmişim. Ata olaraq ən böyük məsuliyyət hissini nə vaxt yaşamısan? Məsuliyyət hissini demək olar ki, daha çox evlad dünyaya gələndə ailədən münasibətlər yaxşı olması üçün onları hiss eləmişim. Ata, bizi qorumaq üçün içində yaşadığın, amma heç vaxt demədiyin qorxu olub? Fikirləşmişəm ki, qorxu hissini uzaqlaşdıram. Nəvələrinə baxanda nə hiss eləyirsən? Onlara baxanda həmişə fəxr eləyirəm ki, onlar gələcəkləri yaxşı olsun. Mən onlara fəxr eləyirəm ki, mən onları istiqamətləndirməyə çalışmışam. Zaman geri qayıtsaydı, nə isə fərqli eləməyə çalışardın? Zamanı əlbəttə geri qaytarmaq çətin bir işdir. Mən ancaq belə bir cavab deyə bilərəm ki, yenidən yaşadıqlarımı, müəyyən devirlərini təkrar edeyim. Sənin övladların olaraq bizdən nə gözləyirsən? Sizdən gözləyirəm ki, ailənizin üstündə daim olasınız, onların, uşaqlarının daim tərbiyəsində məşğul olasınız, onları bir yetkin bir insan kimi boya başa çatdırasınız. Bir gün çətin anım oldu deyək ki və ehtiyacım oldu ki, sizdən söhbət edeyim. Amma sizdən uzaqdayam, sizə əlim çatmır. Yəni, buradan bu video ilə mənə hansı sözləri deyərdiniz? Mən buradan sənə demək istədiyim odur ki, həmişə nifkin olasan, çətinliklər olanda çətinlikləri sinə gəlməyi bacarasan və gələcək həyatının xoşbəxt olmasını, evladının, özünün xoşbəxt olmasını istəyərəm. Ata olaraq bu həyatdan ən böyük istəyin bəs?
ən böyük istəyim ondan ibarət olar ki, mən balalarımı ürəyim fikirləşdiyim kimi onları xoşbəxt görəm, onların rahat olmalarını, düzgün yolda olmalarını hər zaman hiss edirəm. Bu video burada bitir, amma mənası burada qalmır. Bu kadrlar zamanla daha dəyərli olacaq. Çünki səmimi sözlər heç vaxt köhnəlmir. Əgər bu video sizə ailəni, valideynləri, birlikdə olmağın dəyərini xatırlatırsa, deməli bu video məqsədinə çatdı. Buna bənzər səmimi və real ailə dəyərlərini yaşadan videolar izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Şərh bölməsindən şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun ata, sağ olun ana. Var olasınız hər zaman. Yaxşı ki varımsınız, nə yaxşı ki həyatımdasınız, nə yaxşı ki anam, atam sizsiniz. Sizinlə həmişə fəxr edirəm. Mən də sizinlə fəxr edirəm. Xoşbəxt olun. Allah sizi qorusun. Böyüklüyünüz başımızda nə isə olmasın. Sizlə bağlı. Siz də böyük olasınız, ağbirçək olasınız, ağsaq. Amin Allah. Sağ olun. Bay bay eləyək. Balaca uşaqlar da baxır bu videolara. Bəzən ona görə bay bay eləmək lazımdır. Bay bay balalarım. Hələlik sağ olun, salamat qalın.